Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə polimerlər mövzusundan bir neçə sualın izahına baxacağıq. Deməli, birinci sualda deyir ki, polistrolun orta nisbi molekul kütləsi 416 mindir. Polimerləşmə dərəcəsini tapın. Ümumiyyətlə, polimerləşmə dərəcəsinin hesablanması üçün biz belə bir düsturu yazmalıyıq. Böyük M bərabərdir. Deməli, M vurulsun MQ. N burada polimerləşmə dərəcəsidir. MQ isə quruluş vahidinin nisbi molekul kütləsidir. Quruluş vahidinin nisbi molekul kütləsidir. Yəni quruluş vahidinin molekul kütləsi deyəndə biz necə tuturuq? Baxın, bizə verilən hissəni 104-ü və yaxud da yəni monomer, hansı ki polimerləşməmiş, hal-hazırda baxın bu monomerdir, polimerləşməyib. Bu polimerləşəndən sonra bu stiroldur bildiyiniz kimi. Bu polimerləşir, olur polistrol. Ona görə deməli MQ oldu quruluş vahidinin nisbi molekul kütləsi. Böyük M isə bizə verilən hal-hazırda yəni polimerin kütləsidir. Yəni 416 mindir. Gəlin yerinə qoyaq, riyazi hesablama aparaq. Deməli, böyük M neçədir? 416 mindir. Düzdür, yazıram 416 min bərabərdir. N polimerləşmə dərəcəsidir. Bilmirik, bizdən onu soruşur onsuz da. Və MQ. MQ isə nədir? Baxın, deməli quruluş vahidinin kütləsi 104-dür. Və buradan N-i tapırıq ki, deməli 4, yəni 416-nı 104-ə bölən 4, 3 dənə də 0 var. 1, 2, 3 olur 4000. Yəni C variantı. Bu tip suallarda həmişə bir dənə bu distirimizi bilmək kifayətdir. Böyük M bərabərdir. N polimerləşmə dərəcəsi, MQ isə monomerin kütləsidir. Bu formada yazırıq və böyük M polimerin kütləsidir həmişə, yəni böyük rəqəmimiz böyük M-dir. Sonra polimerləşmə dərəcəsini ya tapırıq, ya verir özü. Bir də MQ. MQ isə quruluş vahidinin kütləsidir. Yəni polimerləşməmiş, hal-hazırda baxın, polimerləşməyən maddəmiz var, onun kütləsidir. O da 104-dür. Yəni polimerləşməmişdir, bu monomerdir və polimerləşəndə olacaq polistrol. Növbəti sualımıza baxaq. Polietilenin orta nisbi molekul kütləsi 168 mindir. İndi polimerləşmə dərəcəsini yenə soruşur. Deməli, bu tip suallarda yenə yazıram nə? Böyük M bərabərdir. N vurulsun MQ. MQ quruluş vahidinin kütləsi. Böyük M-imiz nə idi? Polimerin kütləsi idi. Baxın, verib 168 min bərabərdir. Bizdən polimerləşmə dərəcəsini soruşur. Polimerləşmə dərəcəsi N vurulsun və MQ, yəni quruluş vahidinin kütləsi, bu da 28-dir. Buradan N-i tapa bilərik. 168-i 28-ə böləndə 6 eləyəcək. 3 dənə də 0 var. 6000 oldu. Yəni D variantı. Növbəti sualımızda indi polimerləşmə dərəcəsi, yəni N artıq M bəllidir bu dəfə. N verib 10.000, düzdür? 1, 2, 3, 4. Baxın, polimerləşmə dərəcəsi N-dir də, onu verib 10.000. Orta nisbi molekul kütləsi, yəni böyük M-i verib bizə nə qədər? 420 min, deməli 420 min, daha doğrusu 42 mindir. Deməli 2, 3, 4, 420 mindir. İndi soruşur ki, elementar əlqəsinin nisbi molekul kütləsini, yəni quruluş vahidinin nisbi molekul kütləsini soruşur. MQ bərabərdir sual. İndi buradan yenə yazıram. Böyük M bərabərdir. N vurulsun MQ-yə. Böyük M-imizi nə qədər verib? 420 min bərabərdir. N-i verib artıq burada. Yəni 10 mindir. 1, 2, 3, 4 və soruşur quruluş vahidinin kütləsi. O M quruluşu soruşur da. Bunu da yazdım M quruluş kimi və buradan M Q-nü tapanda nə edəcəm? Deməli 4 dənə 0 var deyə 4 dənə 0 da aparacam. Olacaq 42. Yəni quruluş vahidinin nisbi molekul kütləsi neçə oldu? 42 oldu. Polimerlərin fəza quruluşuna görə vəziyyətinə nəzər saldıqda uşaqlar, biz deyirik ki, 3 fəza quruluşu var. İzotaktik, sindotaktik və ataktik. İndi bunlar nə deməkdir? İzotaktik eyni deməkdir. Yəni baxın, adi biz artıq bilirik, izo eyni deməkdir. Yəni eyni vəziyyətdə yerləşməlidirlər. Baxın, izotaktik. Məsələn, birin buraxır, bir dənə CH3 yazır. Sonra deməli biz əslində 3-ə baxmayaq birinci. 2-yə baxaq. 2 izotaktikdir. Niyə? Çünki fikir verin, birin buraxır, bir dənə CH3, birin buraxır, yenə CH3, birin buraxdı CH3, birin buraxdı CH3. Yəni bu olur izotaktik. Eyni vəziyyətdədirlər. Fikir verirsiniz, yəni eyni fəza quruluşundadır. Hamısı aşağı formada CH3-lər birləşir. Ona görə bunlar adlanır izotaktik. İzotaktik.
Sonra var sindotaktik və ataktik. Sonra sindotaktik olanda isə baxın CH3 boş buraxıb CH3 yuxarı. Sonra boş buraxıb CH3 aşağı. Sonra boş buraxdı CH3 yuxarıda, sonra boş buraxdı CH3 aşağıda. Yəni yenə qayda olaraq birin buraxıb birin CH3-ü yerləşdirdi. Amma bu dəfə əks istiqamətdə oldu. Yəni biri aşağı, biri yuxarı. Bu olur sindotaktik. Deməli izotaktik eyni olmalıdır. Eyni qayda ilə sindotaktik eyni qayda olur, amma biri aşağı, biri yuxarı. Amma ataktikə fikir versək, ataktikdə isə deməli bir dənə CH3 var, sonra buraxır yenə CH3 yazır, düz yazıb. Sonra buraxdı, yuxarı atdı CH3-ü. Sonra yenə biri olmadı, bir dənə də aşağı getdi. Qayda uyğun olmadı. Da görürsüz, ikisi aşağı gəldi, biri yuxarı, biri aşağı. Yəni fərqli formadadır. Ona görə bu olur ataktik. İzotaktikdə eyni, sindotaktikdə biri aşağı, biri yuxarı. Ataktikdə isə məsələn ikisi aşağı, biri yuxarı, nə bilim 4 aşağı, biri yuxarı. Əsas odur ki, qayda uyğun olmasın. Yəni ataktik, izotaktik, sindotaktik deməli qaydası olacaq. Ataktik, izotaktik, sindotaktik. B bəndi. Sonra hansı polimerləri əritdikdə onların xətti molekul arasında kimyəvi qarşılıqlı təsir baş vermir. Bu nə deməkdir? Bizdə polimerlərdə biri var termoplastik. Biri də var termoreaktiv. Termoplastikdə yaddan çıxarmayın ki, uşaqlar ümumiyyətlə termoreaktiv deyəndə biz bir fenol formaldehid qətranının nümunə göstəririk. Baxın bu üçüncü yazdığımız fenol formaldehid. Fenol və formaldehid qətranı. Bir də demək teflon. Teflonun da formulu CF2 CF2-dir də. Bax bu formada. Deməli, termoreaktiv deyəndə 2 dənə əsas polimer nümunə göstərir. Fenol formaldehid qətranı və də termoreaktiv, yəni teflonu. Bunlar elə bil ki, əvvəlki vəziyyətində qayıda bilmirlər. Yəni əridirik, neyiniriksə, sonradan onlar əvvəlki vəziyyətinə qayıda bilmirlər. Bir növ onlar arasında kimyəvi bir reaksiya baş verir ki, əvvəlki vəziyyətə qayıda bilmirlər. İndi deyir ki, kimyəvi qarşı təsir baş vermir. Baş versəydi, biz termoreaktivləri götürərdik. Niyə? Çünki termoreaktivdə əvvəlki vəziyyətə qayıda bilmirlər. Yəni, çünki reaksiya baş verir tərkibində. Bax, məsələn, bizdə bu sualda deyir ki, baş verir, təsir baş verir. Deməli, biz burada fenol formaldehidi götürəcəyik. Yalnız 3 olacaq. Bir də teflon olmalıdır. Yəni, CF2, CF2. Amma indi hal-hazırda teflon yoxdur da burada. Ona görə yəni yoxdur deyə götürmürəm. Yalnız 3-ü götürürəm. Təsir baş verir deyir. Baş verir ki, əvvəlki vəziyyətə qayıda bilmir. Yəni qarşılıqlı təsir baş verir deyə biz orada mütləq nəyə götürməliyik? Termoreaktivləri. Amma burada deyir ki, qarşılıqlı təsir baş vermir. Qarşılıqlı təsir baş vermirsə, mən o ki burada termoplastikləri götürəcəm ki, qarşılıqlı təsir baş verməsin. Ona görə qarşılıqlı təsir baş vermir deyə, deməli fenol formaldehidi siləcəm, 1-2-ni götürəcəm. Əgər qarşılıqlı təsir baş versəydi, artıq mən termoreaktivi götürəcəkdim. Niyə? Çünki termoreaktivdə demək qarşılıqlı təsir baş verir ki, əvvəlki vəziyyətə qayıda bilmir. Termoreaktiv qayıda bilməyənlərdir. Ona görə 1-2 deməli götürürəm. Və bu sualda baxaq. Deməli deyir ki, polietilen, deməli etilen budur. CH2, 2 qat CH2. Alkenlərin ilk nümayəndəsi CH2, CH2-dir. Sonra bu polimerləşəndə olacaq CH2, CH2 n dəfə. Düzdür, 2 qat rabitə qırılır, yanlara birləşir. Yarısı bura, yarısı bura və oldu polietilen. İndi deyir ki, polietilenin molekulunda nə qədər hibrid orbital var sp3? 8000 dənə. Hibrid orbitalda sp3, sp3, tək qatlar sp3, sp3. Nə qədər hibrid orbital oldu? 3 burada, 1 burada oldu 4. 3 burada, 1 burada oldu 4. 4 üstə 4, 8 dənə. Deməli oldu, bir dənə polietilendə 8 dənə hibrid orbitalı. Amma 8 vurulsun n yazmalıyam da. Çünki n sayda daxı polimer, biz bilmirik nə qədərdir. Ona görə 8 n yazdım. Bərabər neçəyə? 8000-ə. Və buradan n-i tapıram ki, n bərabərdir 1000-ə. Çünki
Deyir axı SP3 sibit orbitalın sayı 8000-dir. Mən də tapdım ki, birində 8 dənə olur. 8 dənə vurdum, 8n. Bərabərdir 8000. 8000 deyir bərabərlə. N də bərabərdir 1000. Deməli, n neçədir? 1000-dir. İndi bizdən n-i soruşur onsuz da. Yəni 10 üstü, yəni 1000-dir və yaxud da 10 üstündə deməli 3. Yəni cavab olacaq D variantı. Belə.